اللهم صل على محمد وزد وبارك على آل محمد. صل على محمد وآل محمد. صل على محمد. بسم الله الرحمن الرحیم. الحمد لله حمدا كبيرا واشكره كثيرا وسبحان الله بكرة وأصيلا. والصلاة والسلام على عباده الذين اصطفى ولا سيما محمد المصطفى وأهل بيته أعلام الهدى سيما حجة الله في أرضه وعين الله في خلقه. طلعتون تارک معراج ده تاباندی علی قاب قوسین özü də qədr və heyrandi Əli. Sər o can o təni neynir o ki aşiqdir sənə. İki ziba qaşuva hər üçü qurbandı Əli. Bir rədifə düzülüb leşkəri kipriklər övün. Bir rədifə düzülüb leşkəri kirpiklər övün. O rədifə yaraşan qafiyə Qur'andı Əli. Gərçə murəm sizə vabəstiyəm ey mیر امم. Sizə vabəstə olan mur Süleymandı Əli. Niyə bac istəməsin yeddi səmadən ürəgim. Niyə bac istəməsin yeddi səmadən ürəgim. 50 ildir bu sınıq qəlbidə sultandı Əli. 50 ildir bu sınıq qəlbidə sultandı Əli. Həzrəti Əmirülmüminin Əli əleyhissalamın saadətli və mübarək viladəti münasibəti ilə bütün İslam ümmətini təbrik edirəm. Əmirülmüminini tabelik edən insanları, Əhl-i Beyt sevər möminləri, hörmətli dostlarım, qardaşlarım, bacılarım, hamısını təbrik edirəm və bu əzəmətli gecədə və bu şərafətli gecədə Allahdan bütün bəşəriyyətə, xüsusilə İslam ümmətinə izzət, əzəmət, istiqlal, şəvkət, kəramət Allahdan diləyirəm və inşallah hamımıza Əli əleyhissalamın o kəramətli Əli ilə bayramlıq kəramət etsin.
Müsəlmanlar iftixar edirlər ki, Əmirul Müminin kimin insani təbəiyyət edirlər, itaət edirlər. Fəxr-edir müsəlmanlara, onların təbəiyyət etdiyi insanın fəziləti Qur'an dolusu bizə deyilib. Başdan başa Qur'anın ayələri, Peyğəmbərimizin hikmətli kəlamları, Əlinin barəsində, onun elmi haqqında, təqvası haqqında, ədaləti haqqında, şücaət və şərafəti barədə deyilən kəlamların hər birisi əgər bir ümmətin barəsində deyilsəydi, o ümmətə bəs eləyərdi. O ümməti izzətdə və şərafətdə doyurardı. O cümlələrin biri ki, Qur'an onun barəsində deyib və Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm onun barəsində deyib. Quran doludur Əlinin fəzaili ilə, fəzilətləri ilə, nə'ti ilə, vəsfi ilə, mənqəbəti ilə. Tarixə baxın, hədislərə baxın, Əlinin dostlarına baxın, Əlinin düşmənlərinə baxın. Dostlarının kəlamlarında, düşmənlərin kəlamlarında Əlinin fəziləti göz qabağındadır. Görsənir, axtarmaq istəməz. Aç gözüyü, hara baxson Əlinin fəzilətidir. Hətta düşmənlərin dilində. Hətta Əlini öldürənlərin, şəhid eləyənlərin, onun əleyhinə qoşun çəkənlər və onu müharibəyə ürəyi istəmədən vadar eləyənlər hamısının dilində siz Əlinin fəzilətin görəcəksiniz. Bir nümunə mən əziz mömin dostlarıma ithaf edirəm. Bu gecənin bayramlığı, bu gecənin mauizəsi, bu gecənin dərsi, bu neçə cümlə tarixdə bizim üçün bəs eləyər. Muaviyə əleyhil-lə'nə gəldi Mədiniyə, səfər eləyirdi, Məkkəyə gedirdi, Mədiniyə gəlirdi. Casuslar, şipiyonlar, yaltaqlar gəldilər Muaviyənin ətrafında xəbər verdilər ona. Dedilər, Muaviyə, İbn Abbas Mədinədə Quran təfsiri deyir. Muaviyə dedi, eybi yoxdur, qoy desin. Onun ixtiyarı var təfsir deyə. Çünki o Peyğəmbərin məhzərində təfsiri öyrənib. İbn Abbas müfəssirdir, təfsir ustadıdır.
Dedilər Muaviyə zahirdə təfsir deyir, amma batində Əlinin fəzilətindən danışır. Muaviyə qadağa qoymuşdu Əlinin tərifin. Dilin yerindən çıxadırdı, hər kəs Əlini tərif edirdi. Əksinə, mənbərlərdə 40 il Əlini səbb eləyiblər, söyüş veriblər, itirsinlər, batırsınlar, günəşi bulud dalında gizlədirlər. Ona görə xəbər verdilər, İbn Abbas zahirdə təfsir deyir. Amma iç tərəfinə baxanda görürsən, Əlini tərif eləyir. Təəccüb etdi. Dedi, onda Quranın adı ilə Əlinin vilayətindən danışır. Quranın çətirinin altında Əlidən danışır. Gedin gətirin bura. Getdilər İbn Abbası dəvət etdilər. Dedilər Muaviyə səni istəyir. İbn Abbas gəldi. Muaviyə soruşdu ki, nə edirsən? İbn Abbas dedi, mən təfsir deyirəm, cəmaata Quran öyrədirəm. Dedi, madam ki təfsir deyirsən, eybi yoxdur. Amma ixtiyarın yoxdur, Əlini tərif edəsən. İbn Abbas dedi ki, Muaviyə, onda qoy səndən bir sual soruşum. Bu rivayəti, bu hədisi eşitmisən Peyğəmbərdən ki, Həzrət buyurdu, mən fəssərəl Qur'anə, mən fəssərə fil Qur'anı birəyə fəliyyətəbəvvə məqədəhu minən-nar. Hər kəs Qur'anı öz fikri ilə, rəyi ilə təfsir eləsə, onun yeri cəhənnəmdir. Eşitmisən bunu? Dedi, bəli, bu hədis mötəbərdir. Peyğəmbərin kəlamıdır. İbn Abbas dedi ki, Muaviyə, yaxşı, onda əgər mən Quran təfsir eləyəndə gəldim, çatdım Rə'd surəsinin 7-ci ayəsinə ki buyurur, İnnəmə əntə munzir və likulli qavmin had. Bu Allahın kəlamıdır Peyğəmbərə ki, Peyğəmbər, sən ümmətin munzirisən, yəni ümməti qorxudursan cəhənnəmin otundan və likulli qavmin had və hər bir qavm üçündə hidayət edən təyin etmişik biz. Dedim, Muaviyə, əgər mən bunu istəsəm təfsir eləyəm, mən məcburam deyəm ki, Peyğəmbər buyurdu, ümmətin munziri mənəm və ümmətin hadisi və hidayət edəni Əli. Bunu Peyğəmbər dedi, demədi. İndi əgər istəsəm Əlinin fəzilətindən danışmayam və əgər istəməsəm Əlinin fəzilətin deyəm, bu ayəni nə cür məna eləyim? Muaviyə dedi, Quranda nə çox ayə, o ayəni demə. Dedi, yaxşı. Muaviyə, Maidə 55,
İnnemâ veliyyukumullah ve resûluh vellezîne âmenû ellezîne yuqîmûnesselâh ve yu'tûnezzekâh ve hum râki'ûn. Eğer bu ayeye çatdım, bunun necə məna eləyim mən? Əlinin tərifi olmasın. Muaviyə dedi, düzdür, mən də qəbul edirəm. Ki Allah buyurdu, sizin vəli və Mevlanız Allah və Peyğəmbər və bir də o mümin ki rükuda üzügün Allah yolunda zəkat verib, onlar sizin Mevlanızdılar. Düzdür. Bu rükuda zəkat verən Əli idi. Ondan başqası yoxdur. Amma Muaviyə İbni Abbas bu ayəni demə. Quranda ayə qutarıb, keç o birisi ayələrə. İbni Abbas dedi, yaxşı, əgər Əhzab 33 İnnəmā yuridullah liyuzhibə ankumur ricsə əhləl beyt və yutəhhirəkum təthira ki Allah iradə eləyibdi, siz əhl-i beyti bütün çirkinliklərdən uzaqlaşdıra və sizi tərtəmiz eləyə, pakizə və tahir eləyə. Əgər bu ayəyə yetişdim, bunu necə məna eləyim ki, Əlinin tərifi olmasın? Əlidən başqa kimdir bu? Muaviyə dedi ki, yaxşı, bu ayəni də oxuma. Keç o birisinə. İbni Abbas dedi, yaxşı, İnsan surəsi əvvəldən ta 16-17-yə qədər və yut'imunət təam əla hubbihi miskinən və yetimən və əsira. Nəzr elədilər, Həsənin xəstələnmişdilər, 3 gün oruç tutsunlar. Hər gecə bir insan gəldi, çörəklərin verdilər. Birinci gecə iftar yemədilər. İkinci gecə iftarı istirlər yeyələr, qapıda öldü. Mən yetiməm, verdilər ona. Üçüncü gecə istirlər yeyələr, qapıda öldü. Mən əsirəm, verdilər və bu ayə onların barəsində nazil oldu. Muaviyə, əgər bu ayəyə yetişdim, deyim onlar kimdir? Əlidən başqa. Əgər Əlinin tərifini demək istəməsəm, onda bu ayəni necə məna eləyim? Muaviyə dedi, yaxşı, nə çox Quranda ayə, keç o birisilərdəndir. İbni Abbas dedi, Ali İmran 60. Fəqul ta'alav nəd'u əbnâ'ana və əbnâ'əkum və nisâ'ana və nisâ'əkum və ənfusana və ənfusəkum sümmə nəbtəhil fənəc'əl lə'nətəlləh aləl kafirin. Peyğəmbər Nəcran alimləri ilə mübahiliyə çıxanda dedi ki, siz də balalarınızı gətirin, mən də balalarımı gətirim. Siz də xanımlarınızı gətirin, mən də xanımları gətirim. Siz də özünüzü gətirin, mən də özümü gətirim. Ondan sonra bir-birimizə lənət oxuyaq, əzab istəyək. Gördülər Əli, balalar Həsəneyni gətirib, xanımlar Zəhranı gətirib, o ki da demişdi, siz də özünüzü gətirin, mən də özümü gətirim, özüm də Əlini gətirib.
Muaviyə, yaxçı bu ayəni mən istəsəm təfsir eləyəm, onda deyim ənfusəna kimdir? Əbnaəna kimdir? Nisaəna kimdir? Necə təfsir eləyim bunu? Muaviyə dedi, yaxşı, ayrı ayə oxu. Quranda bu ayəni seç, başqa ayələrdən birini oxu. Dedi, Muaviyə, əgər Nəbə surəsini istəsəm oxuyam, əmmə yətəsəəlunə anin nəbəil azim, onda bunu necə məna eləyim? Deyim, nəbə nədir? Nəbəin mənası nədir? Hafız Muhammed ibn Mümin əhl-i sünnət alimlərindən biridir. Deyir, Peyğəmbər buyurdu, nəbə, yəni Əlinin vilayəti və insan şərqdən qərbə qədər hər yerdə ölsə, elə ki qəbrə daxil oldu, qəbrdə Əlinin vilayətindən soruşacaqlar bu insandan. Mələkələr gələcək, imamın soruşacaq, vilayəti soruşacaq. Elə ki, Siffeyn müharibəsində Əli meydana girdi, Muaviyənin qoşunundan da bir kişi silah bağlamışdı, üstündə Quranı da götürmüşdü, girdi meydana müharibə eləməyə. Bu ayəni oxuya girdi. Əmmə yətəsəəlunə anin nəbəil azim. Kişi bu ayəni oxuya Əlinin cənginə gəlib. Əlini yıxmağa gəlib. Əli baxdı kişiyə, dedi, ətərifu ən-nəbəəl azim? Nəbəi əzim bilirsən nədir? Əlləzihum fihi muxtəlifun, ki siz onda ixtilaf eləyibsiniz, Quran deyir. Dedi, yox, bilmirəm. Həzrət buyurdu, ənə vallah ən-nəbəul əzim, əlləzi fihi ixtələftum və əla vilayətihi tənazə'tum və ən vilayəti rəcə'tum bə'dəmə qəbiltum. And olsun Allaha, nəbəyi əzim mənəm ki onda ixtilaf elədiniz və onun vilayəti üstündə müharibələri apardınız və onun vilayətindən qayıtdınız, getdiniz. Qiyamətin günündə sizdən bunu soruşacaqlar. Muaviyə, onda deyim nəbəyi əzim kimdir? Muaviyə baxdı, dedi ki, yaxşı, başqa ayə oxu. Dedi, Muaviyə, əgər Ali İmran 103-cü ayəni istəsəm deyəm, və'təsimu bihablillahi cəmiən və la təfərrəqu, yapışın Allahın ipindən, dağılmayın, səpələnməyin, ixtilaf eləməyin, deyim bu ayə kimdir? Muaviyə dedi, düzdür, Həblullah Əli əleyhissalamdır, amma İbn Əbbas başqa ayə oxu. İbn Əbbas dedi, Muaviyə, əgər Maidə 67-yə yetişdim, ya əyyuhər rəsul bəlliğ ma unzilə iləykə min Rəbbik, onda deyim ki, kimin barəsində bu ayə nazil olub? Əlidən başqa. Muaviyə dedi, başqa ayə oxu. Dedim, Muaviyə, əgər oxusam əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və rəzitu ləkumul İslamə dinən ki, Quran deyib, bugün sizə Əlini Peyğəmbər təqdim eləyəndən sonra bu ayə gəldi ki, bugün sizin dininiz mükəmməlləşdi və ni'mətim sizə tamam oldu. Muaviyə, bu ayəni necə məna eləyim ki, Əli orada tərif olmasın? Hey, bu dedi, o dedi başqa ayə oxu.
Bu ayəni gətirdi, o dedi başqa ayə oxu. Mən də keçirəm. Ondan sonra İbn Abbas dedi ki, Muaviyə, Quranın harasından oxuyum, sən mənə de ki, orada Əlinin tərifi olmasın. Sən mənə de. Dedi İbn Abbas, Zilzal surəsini oxu. Bismillahirrahmanirrahim. İzâ zulziletil ardu zilzâleha ve ahracetil ardu efqâleha ve qâlel insanu mâ leha. Bu ayələrdən oxu. Qiyamətin barəsindədir. İbn Abbas baxdı, dedi Muaviyə, Peyğəmbər dünyasını dəyişəndən sonra bir gün Mədinədə zəlzələ oldu. Yer titrədi. Hamı töküldü bayra. Hamı töküldü küçələrə. Zəlzələ olur. Evlərdən cəmaat tökülüb küçələrə. Gördülər Əli gəlir. Əli gələndə yer zəlzələ eləyirdi. Möhkəm titriyirdi. Əli əleyhissalam baxdı cəmaata. Bu ayəni Əli orada oxudu. İzâ zulziletil ardu zilzâleha. Bu ayəni oxudu. Ondan sonra ayağın yerə möhkəm vurdu. Dedi, yer Əli sənə əmr eləyir, sakit ol. Muaviyə o gündən ki Əli bu surəni yerə oxudu və əmr elədi, sakit ol, Mədinə zəlzələ görməyib. İndiyə qədər, o gündən bu günə qədər Mədinədə zəlzələ görsənməyib. Muaviyə baxdı, dedi, mənə bax, Əlinin fəzilətlərinin qarşısını alıram. Quran başdan başa Əlinin tərifidir. Quran başdan başa Əlinin nə'tidir, tavsifidir. Əgər istəsəm Əlinin tərifinin qabağını alam, onda gərək Quranı da yığışdıram. Onda gərək Quranın da təfsirini yığışdıram. Onun qarşısını alam. Aləm həməgi sərab-ı ab است Əli. خارند همه گل و گلاب است علی. آدم ز تراب یافت خلقت، این است عجب که بو تراب است علی. پروردگار عالم belə bir şəxsiyyəti bizə imam, rəhbər, höccət mərhəmət eləyib. Nə gözəl höccət verib bizə Pərverdigar aləm. Nə ləyaqətdə rəhbər verib bizə. Amma üzr istəyirəm bu sözə. Nə ləyaqətsiz insanıq biz ki, əlini buraxırıq, başqalarının arxasına düşürük. Əli kimin şəxsiyyəti boşlamışıq, gedib gözümüz şərqidə, qərbidə iti qurdu gəzir. Qiyamətin günündə bu fəziləti qoysalar bizim qabağımıza, qələmi versələr, desələr, özün özüə nömrə ver, qiymət ver, onda biz Allaha nə deyərik? Pərverdigara bu gecənin şərafətinə, bu gecənin əzəmətinə, bərəkətinə, bütün insanları, ürəklərin Əli məhəbbəti ilə doldur. Pərverdigara, Əli ilə tanış elə insanları və qoy sənin yolu, sənin kəlamı, sənin məqsədi Əlinin dilindən alaq və öyrənək. Pərverdigara, hər kəsin hər hacəti var, Əmirul-Mü'mininin Əli ilə bəravurdə bixeyr elə. Pərverdigara, gənclər, cavanlar, özümüz istədigün yola, düzgün yola hidayət elə.
ölənlərimizə rəhmət elə. Pərverdigara, onları ki söz vermişik, onları dua eləyək. Onları ki bizi dua elirlər, hamısını qəbul elə. Aqibətimizi xətmə bixeyr elə. Pərverdigara, qəbrimizin əvvəl gecəsi nur vilayət əmirül müminindən ayrı salma. İmam zamanımızın zuhurində تعجيل لا بحق محمد وآله الطاهرين وبالفاتحة مع الصلوات. اللهم صل على محمد وآل محمد.